Salam əziz izləyicilər. Bugün sizinlə Azərbaycanın ən gözəl şirniyyatlarından biri olan şəkərbura hazırlayacağıq. Şəkərbura həm dadı, həm də görünüşü ilə süfrələrimizin bəzəyidir. Bu video ilə siz də evinizdə asanlıqla ləzzətli şəkərburalar bişirə biləcəksiniz. İlk öncə içliyimizi hazırlayaq. 500 qram fındıq ləpəsini tavada biraz qovururuq və qabıqlarını təmizləyirik. Soyduqdan sonra üyüdürük. Xırdalanmış 500 qram fındıq ləpəsini 400 qram, yəni 2 dolu stəkan şəkər tozu və 1 çay qaşığı hil ilə qarışdırırıq. Ərzaqların miqdarını videonun altındakı təsvir bölməsində tapa bilərsiniz. İndi isə xəmirimizi hazırlamağa başlayaq. 1 kiloqram unu geniş bir qaba əliyirik. Ortasını açırıq. Biraz duz və 1 paket vanil əlavə edirik. Sonra 3 yumurta sarısı, 300 qram əridilmiş kərə yağı və 200 qram xama əlavə edirik. Qeyd edim ki, xamanın yağlılığı 20 və ya 25% olmalıdır. Dörddə bir çay qaşığı mayanı, 4 çay qaşığı ilıq süddə həll edib xəmirə əlavə edirik. Bir stəkan süd lazım olacaq, amma hamısını əlavə etmirik. Yoğurduqca əlavə edəcəyik. Bərk xəmir yoğururuq. Mən südün 4də 3-ünü istifadə etdim. Təxmini 50 mg artıq qaldı. Əlavə etdiyimiz ərzaqlara görə südün miqdarı arta və ya azala bilər. Diqqətli olun. Ərzaqların ölçüsünü düzgün etməsəniz, şəkərburaların naxışları və rəngi yaxşı alınmayacaq. Un keyfiyyətli olmalıdır. Yoğurduğumuz xəmiri 30 dəqiqə dinləndiririk. Tək hazırladığım üçün xəmirin bir hissəsini soyuducuya qoyacağım. Yoxsa mən edənə kimi digər kündələr çox mayalanacaq. Ümumilikdə bu reseptlə 43 və ya 44 şəkərbura alınmalıdır. Kündələrin hər biri 40 qram olmalıdır. Hər kündəni yayırıq. Ölçüsü armudu stəkanın nəlbəkisi böyüklüyündə olmalıdır.
İçərisinə fındıqlı içlikdən 2 qaşıq yarım qoyuruq və kənarlarına azca su vurub bükürük. Diqqətli olun, içli kənarlara dəyməsin. Göstərildiyi kimi edin. Əgər videonu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək. Şəkər buraları istədiyiniz kimi bəzəyin. Şəkər buralara xüsusi naxış aləti ilə naxış vururuq. Şəkər buraları soba listinə düzürük və əvvəlcədən isidilmiş sobada